Adım Səttar Kərimlidir, memaram. Memarlıq İnşaat Universitetində tədris aparıram. Öz studiyam var. Səfər özlüyündə maraqlı bir experience-dır. Yəni biz sadəcə hansısa bir sifariş üzərindən bəlli bir anlaşma mı deyim və ya ki hansı bir təcrübə mi yox, bir yola çıxıb gedib proviziyonda aldığımız məhsulların istehsalatıdır, onların necə ərsəyə gəlməsidir. Bunun A nöqtəsindən B nöqtəsinə çatdırılması haqqında düşünürəm ki, böyük bir təcrübə olacaq bizlər üçün. Salam, mənim adım Orxan Abbasdır. Mən Mason Architect şirkətinin baş mimarı və rəhbəriyəm. Daimi inkişaf olmaq lazımdır. Yəni heç vaxt dayanmadan, düşünmədən ki, hər şeyi bilirsiniz. O qədər məlumatlar, bilgilər var ki, hansı ki, bizim qabağımızda hələ var. Və o hədəflərə gərək öyrənə-öyrənə gedib çatasın. Ben Elif Erdurgut, iç mimarım. 15-20 yıldır Azerbaycan'da yaşıyorum, burada çalışıyorum, freelance çalışıyorum. Birinci olarak bizim için gerçekten çok efektif bir şey oluyor bu tarz geziler. Hem yenilikleri takip etmek bakımından, müşterilerimize daha iyi hizmet sunabilmek ve yeni önerilerle, yeni projelerle karşılarına çıkabilmek için çok faydalı görüyorum. Bu səfər mebel istehsalatının bütün mərhələlərinin, mexanizmların quraşdırılması, üz qapaqlarının hazırlanması prosesini yaxından görməyə imkan verir. Biz ümumilikdə bu səfərdə bir neçə fabrikləri ziyarət eləmiş olduq. Onların hərəsinin yanaşması təbii ki, fərqli məqamlarda bizi təəccübləndirdi. Ümumilikdə təəssüf ki, belə konkret bir məqamı deyə bilməyəcəm, amma ki, ümumi səfərin bizə düşünürəm ki, çox böyük bir faydası oldu. Dizayn layihələrində ən vacib məqamlardan biri materialları görmək və istehsal prosesi ilə tanış olmaqdır. Dizayner istənilən bir layihəyə başlayanda hər hansı bir fikrindəki abstrakt materiallarla yox, sırf konkret firmaların təklif elədiyi materiallarla işə başlayanda daha düzgün nəticə əldə edə bilir. İstehsalatı yerində görmək və materialların bütün fərqinə varmaq bizim gələcək proyektlərimizdə də çox vacib idi ki, biz müştərilərlə proyektlərimizi təqdim edəndə onlara
daha izahlı, daha keyfiyyətli mətbəx təklif eləməyimiz üçün onlara materialların fərqini göstərmək ki, İtaliya mexanizmlə və materiallarınla daha üstündür. Fabrikaların həcmi oldu. Çünki o qədər böyük fabrik olduğunu heç birimiz gözləmirdik. İkincisi isə bəzi fabriklərdə avtomatlaşdırma prosesi bizi çox təəccübləndirdi. Yəni o qədər robotların olması, o qədər yeni texnologiyaların olması hamımız üçün maraqlı idi və böyük bir yenilik idi.